Salam əziz şagirdlər, bugün sizlərlə temperatur məsələsini izah edəcəyik. Temperatur məsələsi biz yuxarı doğru qalxdıqca, yəni hündürüyə doğru qalxdıqca hər 100 metrdə 0,6 dərəcə temperaturun aşağı düşdüyünü bilirik və bu mində isə 6 dərəcə aşağı düşür. Bu proses hündürüyə doğru getdikcə davam edir. Deməli, əgər dağın ətəyində temperatur verilirsə və hündürlük də verilirsə, zirvədə temperaturu tapmaq üçün nə etməliyik? Deməli, dağın ətəyində, deyək ki, dağın ətəyi 200 metr hündürlükdədir və burada temperatur müsbət 16 dərəcədir. Bizdən isə soruşulur ki, 4200 metr hündürlükdə temperatur neçə olar? Nə etməliyik? Birinci 4200-dən çıxıram 200 metri. Yəni aralarında neçə metr fərq var? Çıxdım 200 metr. Qaldı 4000 metr. 4000 metri vururam 6'ya. Niye 6'ya? Çünkü biz hündürlüyə doğru getdikcə hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür və bölürük 1000'ə. Bunlar ixtisar getdi. Qaldı 24. Ətəkdəki temperaturdan müsbət 16'dan çıxıram 24'ü. Qalır -8 dərəcə. Deməli biz zirvədə temperaturu tapanda 2 hündürlük fərqini çıxıb 6'ya vurub 1000'ə bölürük və sonradan ətəkdəki temperaturdan aldığımız cavabı çıxırıq. Əgər bizə versələr ki, deməli zirvədə temperatur bəllidir. Deyək ki, zirvədə temperatur -10'dur. Zirvə isə 4500 metr hündürlükdədir və -10'dur və deyir ki, dəniz səviyyəsində temperaturu tapın. Əziz şagirdlər, yadınıza saxlayın. Dəniz səviyyəsində temperaturu tapmaq üçün yadınıza həmişə dəniz səviyyəsində hündürlük 0 metrlə qeyd olunur. 4500'dən çıxıram 0'ı, qalır neçə metr? 4500. Vurdum 6'ya, bölürəm 1000'ə. Bununla bu getdi. Bunlar 45 vuraq 6 bölək 10 27 edir. Deməli, -10'un üzərinə gəlirəm 27 müsbət 17. Niyə? Yadda saxlayın. Əgər biz zirvədən aşağı düşürüksə hündürlük azalır deyə temperatur da yüksəlir. Əgər sizə 2 hündürlük fərqini verirsə və sizdən tələb olunan siz temperaturu tapmaq tələb olunursa, nə edirik? Deyək ki, verilib 4000 metr, 4000 metr, bu da 400 metr. Deyir, bunlar arasında temperaturu tap. Nə edirəm? 4000'dən çıxıram 400'ü. Nə qaldı? 3600. 3600'ü deməli 3600'ü bölürəm 1000'ə, vururam 6'ya. O da bərabərdir 21/6. Əgər yenə deyirəm 2 hündürlük fərqi verirsə, biz bunu temperatura çeviririksə, deməli hündürlüklər fərqini çıxırıq, 3600'ü 1000'ə bölüb 6'ya vururuq. Bu temperatur fərqini tapanda belə qeyd olunur. Əgər məsələdə horizontal verirsə, deməli deyək ki 1, 2, 3, 4 və 5. Bir qışdırığı da xarica doğru çəkdik. Ətəkdə deyək ki, bura
0 metr. Kəsmə yüksəkliyi də verək. Kəsmə yüksəkliyi də verək. 500 metr. Və burada da temperatur müsbət deyək ki 20 dərəcədir. Bizə tələb olunan zirvədə, yəni burada temperaturu tapın. 1 aralıq, 2 aralıq, 3, 4. 4'ü vurdum 500'ə. Elədik 2000. 2000'i vururam 6'ya, bölürəm 1000'ə. O da eləyir 12 dərəcə. Müsbət 20'dən çıxdım 12 dərəcə, müsbət 8 dərəcə. Deməli, burada temperatur müsbət 8 dərəcə. Və əziz şagirdlər, kimin sualları, bununla bağlı nəsə sualları olsa, WhatsApp nömrədə yaza bilər. Sağ olun.